İndi hazırlayacağım yeməyin adını siz qoyacaqsınız. Çünki hələ də mən bilmirəm bunun adı dəqiq nədir. Düşbərəmi yoxsa pilmenimi? Siz hansını deyəcəksinizsə deməli odur. Və qızlar belə başladım sadə xəmir yoğurma, yumurtası sadəcə duz, su, soyuq su ilə yoğururam ki, bərk xəmir olsun. Kənarda ətim açılmışdı. Onun üzərinə duz istiot əlavə etdim, soğan əlavə etmirəm. Mən soğanı beləcə kub-kub doğrayıb qazana əlavə edib qovururam sarı köklə. Suyunu da əlavə edirəm, qaynadıram və mən sulu pilmenidir, düşbərədir, nədirsə bunu xoşlayıram və ortalıqda da tez qablarımı yuyuram, çünki xoşlamıram ortalıqda qablar qalsın. Və qızlar, əmin olun ki, heç kim belə ayıb da olmasın. Anasının qarnında heç bir iş öyrənmir. Hər kəs bir dəfə səhv, bir dəfə düz, bir dəfə əyri, bir dəfə təmiz və belə-belə öyrənir işi. Bu dəmirdən isə bütün tort ləvazimatları falan olan mağazalarda satırlar. Rahat şəkildə ala bilərsiniz. 6 dənə kündə alındı və 3 dəfəyə hazırladım. Ümumilikdə amma bir qazanda bişirdim. Çünki qazanın ölçüm böyük idi. Səhv eləmirəmsə ya 5 litr olmalı ya 4 litr olmalıdır qazan ölçüsü. Onunla bir hazırladım və belə deyim, siz istəsəniz xəngəl kimi hazırlayırsınızsa kənarda soğan çay eləyə bilərsiniz və yaxud da ətin içərisinə soğan əlavə edə bilərsiniz. Suyuna da nanə qatıram. Çox mükəmməl alınır, gözəl alınır, dadına doyum olmur. Əsl qışın yeməyidir. Sarımsaq qatıqla, turşu ilə super alınır. Və bu arada mütləq səhifəmi izləyin, hekayələrimiz boldur.